Salam əziz izləyicilərimiz. Baxın, deyirsiniz ki, Gözəl xanım hər şeyi paylaşır, məcburam paylaşmaqda. Bu xanımın gözəl bir şalı var idi. Bu şalını ütü ilə yandırıb. İndi bu bizim elə bil, belə deyək də, əvvəlki halımızdır. Ütü ilə yandırıb. Biz bunu hələm qırağını düzəliş vermişik. Birdən yadıma düşdü ki, çəkiliş eləyim. Bu yanıq yerlərini çıxartmışam, overlock eləmişəm. Buradan beləsini də indi hazır vəziyyətini sizə göstərəcəyik. Əziz izləyicilərim, baxın, həmən öz şaldır. Bu xanım çox xoşlayırdı bu şalı. İndi gələndə bu görəcək, sevinəcək. Baxın, buna aplikasiya vurdum. Dırkası da yoxdur. Yəni, bu şal elə gözəl bir vəziyyətdə hazırdır.